sual verirlər həmçinin fasiqə, bidətçiyə zəkat düşürmü? Baxırsan, əgər bidətçi küfr həddinə çatan bir bidət eləyirsə və insanları o bidətə çağırırsa, ona zəkat düşmür. Fasiq də həmçinin baxırsan, aparıb o sənin verdiyin zəkatı harama xərcləməsin, harama verməsin. Bilirsən ki, xəstəsi var, nəyəsə borcu var, aparıb onu ödəyəcək, olar. Amma bilirsən ki, aparıb harama verəcək, ona zəkat vermək olmaz. Sonra burada sual verilir ki, deməli, dəyərli qardaşlarım, zəkatı tez çıxarmaq olarmı? Daha doğru bu məsələdə rəy odur ki, zəkatı tezləşdirmək olar. Lakin gecikdirmək olmaz. Əgər il tamam olubsa və yaxud da il tamam olmayıb, bir qardaş da gəldi sənə dedi ki, qardaş, mənim borcum var, incidirlər mənə zülm edirlər, mənə kömək elə. 3 ay, 4 ay qalmış, sən zəkatı çıxarda bilərsən. Yəni, o ilə qədər hesablayırsan ki, təxmini bu qədər gələcək üstünə hesablayıb çıxarda bilərsən. Amma gecikdirmək olmaz zəkatı. Və həmçində burada suallardan biri də odur ki, deməli, bayaq söylədiyimiz kimi məscid tikilməsidir, məktəb tikilməsidir, yol salmaq və s. kimi şeylərə zəkat vermək olmaz. Və həmçində deyilir ki, insanın öz ölkəsində zəkatı verməyi daha yaxşıdır, nəinki başqa bir ölkəyə göndərmək. Başqa bir ölkəyə göndərmək. Çünki bizim ölkədə də nə qədər sizin kasıb var. Və daha yaxşıdır ki, malı öz ölkəndə çıxardasan.